Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında icra olunan yol infrastrukturu layihələrindən birinin Bərdə-Ağdam avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Başlanğıcını Bərdə şəhərindən götürən yolun uzunluğu 44,5 km təşkil edir. Avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla birinci texniki dərəcəyə uyğun olaraq inşa edilir. Avtomobil yolu boyunca torpaq işləri və yeni torpaq yatağının inşası artıq yekunlaşıb. Layihə üzrə yol əsasının tikintisi də bitmək üzrədir. Yolun Bərdə şəhərinin daxilindən keçən ilk 2,2 kilometrlik hissəsində yeni asfalt beton örtüyünün döşənməsi, piyada səkilərinin inşası, səki və tamet daşlarının düzülməsi işləri davam edir. Bərdə-Ağdam avtomobil yolunun 25 və 40-cı kilometrlik hissəsində inşa olunan avtomobil körpülərinin tikintisi də artıq yekunlaşıb. Yolun 14 kilometr hissəsində 66 metr uzunluğa malik yol qovşağında yanaşma yollarının, həmçinin yolun 29-cu kilometrində pit stop, yəni dayan dincəl məntəqəsinin tikintisini, yolun 4, 14 və 16-cı kilometr hissələrində nəzərdə tutulan yerüstü piyada keçidlərinin inşası davam edir. Birinci texniki dərəcəli avtomobil yolu boyunca hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə geriyə dönmə hissələrinin yaradılması, avtobus dayanacaqlarının inşası da layihə üzrə icrası nəzərdə tutulan işlərdəndir ki, bu çərçivədə də artıq işlərə start verilir. Qeyd edək ki, Bərdə-Ağdam avtomobil yolu işğaldan azad edilmiş Ağdam şəhərinə qədər inşa edilir. Avtomobil yolunun ilk 14 kilometrlik hissəsi Bərdə şəhəri və rayonun bir neçə yaşayış məntəqəsinin daxilindən keçir. Ümumilikdə isə yol Bərdə və Ağdam şəhərləri də daxil olmaqla sözügedən rayonların 20-dən çox yaşayış məntəqəsini əhatə edir. Rüstəm Mikayılzadə, Lalə Məmmədova, ASTV xəbər.